Marketlərdə 1 kiloqramı 25 manat olan dovşan əti satılır. Tələbat isə kifayət qədərdir. Bunu satıcılar bildirdilər. Hətta müraciət etdiyimiz dondurucuda artıq məhsul qalmamışdı belə. Bildirildi ki, marketə gətirildiyi ilk 20 gün dondurulmadan saxlanılır və satılır. Sonra isə 6 ay müddətində dondurularaq saxlanıla bilir və satılır. Ekspertlər isə bildirirlər ki, dovşan ətinin böyük marketlərdə satışa çıxarılması ilk dəfədir və bu sevindirici haldır. Tələbat olaraq dünyada belə deyək, GMO yemlərinin artmasıyla əlaqədar dovşan ətinə tələbat artmışdır. Nəyə görə? Çünki orqanikdir. Bildirildi ki, marketlərdə dovşan ətinin kilosu 25 manata satılsa da, fərdi təsərrüfatlarda 15-20 manat arasında müştərilərə təklif olunur. Qış aylarında dovşan ətinin daha faydalı, daha belə deyək, minerallarla, vitaminlərlə zəngin olduğu üçün yemək daha məqsədə uyğundur. Ancaq dietik ət olduğu üçün bütün fəsillərdə demək olar dovşan əti faydalıdır. Bildirildi ki, digər ət məhsullarına allergik reaksiyası olanlar üçün dovşan əti heç bir mənfi təsir göstərmir. Aytən Fehruz, Vüsal Cəfərov, Xəzər xəbər.